19 yanvar 2026. Qoç. Sizin gücünüzlə çox şeyi etmək mümkündür. Hər şeyin lazımınca alınması üçün hərəkətə daha tez başlamaq və uzun-uzadı müzakirələrə vaxt itirməmək yaxşıdır. Nəzərə alın ki, ən vacib qərarları istənilən halda özünüz verməli olacaqsınız. Bu, maliyyə sahəsinə də aiddir. Böyük alış-veriş etmək və ya sövdələşmə bağlamaq lazımdırsa, məsləhətlər çox güman ki, faydalı olmayacaq. Gün boyu həyat enerjiniz yüksək olacaq. Ona görə də yüklənmə çox olsa belə, yorğunluq hiss etməyəcək və axşam da güc dolu olacaqsınız. Amma başqa insanlar fərqli ruh halında ola bilərlər. Buna görə kimsə cəlbedici təkliflərinizdən imtina etsə, uzun səfərə və ya əyləncəli tədbirə sizinlə getmək istəməsə, inciməyin. Buğa. Heç kim sizə mane olmayacaq. Ona görə də çox iş görməyə şans var. Ən vacib iş və tapşırıqlardan başlayın və hər şeyin öz-özünə uğurlu alınacağını gözləməyin. Hər şeyi sona çatdırmaq üçün səy göstərməli olacaqsınız, amma zəhmətiniz boşa getməyəcək, nəticə sizi məyus etməyəcək. Bir çox buğalar məhz məqsədyönlülüyü sayəsində başqalarının bacarmadığı tapşırıqları həll edəcəklər. Bəzi nümayəndələr güclü rəqiblər üzərində qələbə qazanacaq və ya gizli, köhnə bədxahları zərərsizləşdirməyin yolunu tapacaqlar. Unutmayın ki, sınanmış üsullar burada o qədər də effektiv olmayacaq. Ona görə də sizə yeni bir şey düşünüb tapmaq lazım gələcək. Əkizlər. Bir çox işlər adət etdiyinizdən daha asan alınacaq. Uzun müddət alınmayan işi yoluna qoymaq, çətin bir layihə üzərində işi uğurla başa çatdırmaq şansınız var. Çox güman kömək lazım olmayacaq, amma köhnə tanışlar təklif edərsə, imtina etməyin. Birgə iş sizi daha da yaxınlaşdıracaq, münasibətlərə müsbət təsir edəcək. Üstəlik, arada yeni planları da müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlıq barədə razılaşa biləcəksiniz. Ünsiyyət üçün də gün çox əlverişlidir. Bir çox əkizlərin maraqlı tanışlıqlar qurmaq, dəstəyini almaq istədiyi insanlarda yaxşı təəssürat yaratmaq imkanı olacaq. İntuisiya çox iti olacaq. Simpatiyanızı yalnız həqiqətən buna layiq olanlara hiss edəcəksiniz. Xərçəng. Gün necə başlasa da nəticə çıxarmağa tələsməyin. Səhər uğursuz alınsa belə, çox tezliklə vəziyyəti dəyişmək imkanınız olacaq. Həm işdə, həm də evdə yarana biləcək fikir ayrılıqlarını da aradan qaldırmaq mümkün olacaq. Və bunda sizin nəzakətiniz, taktınız və başqalarına səmimi qayğınız böyük rol oynayacaq. İş problemləri ilk baxışda göründüyü qədər ciddi olmayacaq. Üstəlik, yanınızda məsləhətləşə biləcəyiniz insanlar olacaq. Hətta ən çətin qərarları tək verməli olsanız belə, müttəfiqlərinizin dəstəyini hiss edəcəksiniz. Şir. Uğurlu gündür. Bəlkə hər şey tam hamarlıqla getməyəcək, amma istənilən narahatlığın öhdəsindən gələcək, bir çox suala cavab tapacaqsınız. Köhnə problemlər həllini tapır. İntuisiyaya güvənmək olar, dəqiq və vaxtında ipucları verir. Bugün bir çox şirə çoxdan qazandığı bilik və təcrübə yarayacaq. İşə yanaşma tərciniz bir çox həmkarı və işgüzar tərəfdaşı təəccübləndirəcək. İstisna deyil ki, sizə daha çox hörmətlə yanaşsınlar, nədənsə güzəştə getsinlər və ya özləri maraqlı təkliflər etsinlər. İşgüzar danışıqlar yaxşı gedəcək, hətta əvvəlcədən xüsusi bir şey gözləmədiyiniz görüşlər də. Bugün ictimai fəaliyyət və ya siyasətdə karyera qurmaq istəyən şirlər üçün və ya yalnız maliyyə rifahına yox, tanınmağa və qəbul olunmağa çalanlar üçün yeni perspektivlər açacaq. Qız. Maliyyə məsələlərinə fokuslanmaq faydalı olacaq. Pullarla bağlı hər şeydə bugün intuisiyanız xüsusilə iti olacaq. Onun ipuclarına əməl etsəniz, bir çox işdə uğur qazanacaqsınız. Uğurlu alış-veriş və sövdələşmələr mümkündür. Bəzi qızlar vəsaitini artırmaq üçün onu hara yatırmağın daha sərfəli olduğunu anlayacaq. Qalan sahələrdə də şans sizinlə olacaq. Diqqət və səliqə ilə yanaşı yaradıcı yanaşma tələb edən işlər üçün gün əlverişlidir. Günün ortasında yaranacaq ideyalar xüsusilə uğurlu olacaq. İstisna deyil ki, onların həyata keçirilməsində nüfuzlu insanlar sizə kömək etsin. Tərəzi. Ünsiyyət üçün gün əlverişlidir. Xüsusilə qeyri-rəsmi mühitdə görüşlər çox yaxşı gedəcək.
Uzun müddətli əməkdaşlıqla bağlı mövzuları müzakirə etmək, planlarınızı bölüşmək olar. İstisna deyil ki, əvvəlcə hər hansı ideyanıza skeptik yanaşan insanlardan dəstək alacaqsınız. Bəzi tərəzilərin yeni bir işə başlamaq imkanı yaranacaq. İlk uğurları kifayət qədər tez əldə edəcəksiniz və dərhal özünüzü daha inamlı hiss edəcəksiniz. Həmkarlar və rəhbərliklə münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Fikir ayrılığı üçün səbəblər azalacaq, iş məsələlərinin həlli daha asan alınacaq. Əqrəb. Gün maraqlı hadisələr və sevinc üçün səbəblər gətirəcək. Bir çox əqrəb yaxın keçmişdə baş verənləri yeni işıqda görəcək və əvvəlcə xoşlamadığı insanlara münasibətini dəyişəcək. İstisna deyil ki, həmfikirlərdən ibarət bir komanda yığmaq və onların dəstəyi ilə əvvəlcə alınmayanı yerinə yetirmək mümkün olacaq. Son vaxtlara qədər yalnız rəsmi münasibət saxladığınız insanlar gözlənilməz daha dostiyanə davrana bilər və münasibətiniz yeni səviyyəyə qalxa bilər. Bugün qətiyyən etməməli olduğunuz şey vaxtı boş-boşuna keçirməkdir, çünki bu sizə ağır təsir edə bilər. İlham verici bir məşğuliyyət tapmağa çalışın, köhnə hobbinizə qayıda və ya yaradıcılığın yeni bir növünü tanıya bilərsiniz. Oxatan. Gün boyu müsbət tendensiyaların təsiri üstün olacaq. Uğurlu təsadüflər sayəsində bəzi vacib məsələləri həll etmək mümkün olacaq. Uzun müddətdir düşündüyünüz cəsur bir planı həyata keçirmək üçün uyğun məqamdan istifadə edə bilərsiniz. İnadkarlıq və özünə inam bir çox hədəfə tez çatmağa kömək edəcək. Qarşınıza elə bir maneə çıxmayacaq ki, onu aşa bilməyəsiniz. Son vaxtlarda çox yorulduğunu və gələcəyə əvvəlki optimizmlə baxa bilmədiyini hiss edən oxatanlara mühitin dəyişikliyi mütləq yaxşı təsir edəcək. Kiçik bir səfərə çıxmaq, maraqlı bir yerə getmək imkanı varsa, bunu qaçırmayın. Xüsusilə dostlarla yola çıxanlar daha çox xoş təəssürat alacaqlar. Oğlaq. İş baxımından elə də əlverişli gün deyil. Bir çox oğlağın ciddi köklənməsi çətin olacaq. Üstəlik nümayəndələr adət etdiyindən daha çox yayınacaqlar. Vacib və çətin tapşırıqları təxirə salmaq mümkündürsə, elə bunu edin. Əgər təxirə salmaq olmursa, düşünün, kim sizə bu işlərin öhdəsindən gəlməyə kömək edə bilər. Etibarlı bir müttəfiqiniz olması sizi daha inamlı hiss etməyə, səhvlərdən qaçmağa və bədxahların qurduğu tələlərə düşməməyə kömək edəcək. Pullarla ehtiyatlı olun. Bugün onlara biraz məsuliyyətsiz yanaşa bilərsiniz. Deməli, itkilər, ciddi xərclər mümkündür. Böyük alışları təxirə salmaq, sövdələşmələrə tələsməmək daha yaxşıdır. Dolça. Bugün nə gətirirsə də sakin qalmağa çalışın. Uğur çox şeydən əvvəl məhz ölçülü biçmi qərarlar verə bilməyinizdən, emosiyaların dalıca getməməyinizdən asılı olacaq. Təhrikatlara uymamaq vacibdir. Bugün onların sayı adət etdiyindən çox ola bilər. Ümumiyyətlə, başqalarının hesabına məqsədinə çatan insanlar bugün daha fəal olacaqlar və siz onlara asan ov kimi görünə bilərsiniz. Ayıq olun. Yaxınlarla xırda fikir ayrılıqları, evlə bağlı mübahisələr mümkündür, amma ciddi müqavilə yaranmayacaq. Bir çox məsələdə razılaşmaq alınacaq. İntuisiya sizə harda sərt mövqe göstərməyin, harda isə güzəştə getməyin daha düzgün olduğunu deyəcək. Bəzi dolçalar uzun müddət yola getməyən insanlarla da dil tapa biləcəklər. Balıqlar. Gün çətinliksiz getməyə bilər, ümumilikdə mənfi tendensiyaların təsiri də xeyli hiss olunacaq. Amma ruhdan düşməyin. İstənilən narahatlığın öhdəsindən gəlmək üçün sizdə hər şey var. Üstəlik yanınızda köhnə dostlar və sınanmış müttəfiqlər olacaq. Onlar qayğılarınızın bir hissəsini öz üzərinə alacaq, yaxşı məsləhətlər verəcək, lazım olsa dəstək olacaqlar. Əhvalınıza diqqət edin. Bugün bir çox balıq mənfi emosiyalara daha açıq olacaq. Xırda şeylərə görə narahat olacaq, ən kiçik hadisədən belə həyəcanlana bilər. Özünüzü nə ilə sevindirə biləcəyinizi düşünün. Boş vaxtınız üçün xoş bir plan qurun.